Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş Topldan Interrogative Words and Sentence başlığından Question Words, yəni sual sözlərinin seçilməsi testinə baxırıq. Bu testdə sizin üçün bir neçə testin izahını verəcəm. Bu izahlara baxaraq digər testləri də özünüz yazmağa çalışın. Birinci testin izahına baxırıq. Əvvəlcə onu qeyd edim ki, burada nöqtələrdən sonra gələn sözlərin bizim üçün çox böyük əhəmiyyəti var. Çünki bəzi sual sözləri sırf özündən sonra isim istəyir, bəzi sual sözləri özündən sonra xəbər istəyir. Bunların hər birini test izahında artıq görəcəksiniz. Birinci testə baxırıq. Cümlənin sonunda by var. Əgər cümlənizin sonunda söz önü varsa, bu deməkdir ki, siz ora who ya da what seçə bilərsiniz. Çünki cümlənin sonundakı söz önü ilə who ya da what birləşə bilir. Cavab olur burada A variantı. Who were the letters written by? Kim tərəfindən bu məktub yazılıb? Cavab olur 1. Bir də əlavə olaraq onu qeyd edim ki, söz önü ilə sadəcə from söz önüsü ilə birləşən veya var. Əgər cümlənizin sonunda veya varsa, bura həm who, həm what, həm də veya ola bilər. Bunların fərqini anlamaq üçün mütləq cümləni tərcümə etməlisiniz. İndi isə üçüncü testə baxırıq. Üçüncü testdə nöqtələrdən sonra birbaşa xəbər gəlib. Əgər nöqtədən sonra birbaşa xəbər gəlirsə, biz ora mübtədəyə sual verən sual sözlərini, yəni ya who, ya da what, ya da isimlə birləşən sözlərdən birini seçə bilərik. Baxırıq variantımızda who var və what da var. İkisindən biri mənaca uyğun gəlir, ona görə tərcümə edirik. Who refused his invitation? Onun dəvətini kim rədd etdi? B variantı doğrudur. Nə isə cansız olduğu üçün biz bu testdə onu seçə bilmərik. Yəni tərcümə ilə uyğun gəlmir. 8-ci testə baxırıq. Bir daha nöqtələrdən sonra yenə xəbər verilib. Is responsible. Cavabdehdir. Demək bu mübtədanın sualıdır. Ona görə cavab olur. B variantı. Who is responsible for cleaning the kitchen today? Bu gün mətbəxin təmizləməsində kim cavabdehdir? Ona görə cavab olur who, yəni B variantı. İndi isə 9-cu testə baxırıq. Nöqtələrdən sonra isim verilib. Əgər nöqtədən sonra isim varsa, bu zaman biz seçə bilərik whose, çünki whose hizmlə birləşərək kimin mənasını verir və seçə bilərik what, hansı isim, which seçə bilərik və of-la birləşənləri və how many, how of sözlərindən birini seçə bilərik. Onu da qeyd edim ki, how many-dən sonra cəm, how much-dan sonra isə sayılmayan isim qoyulmalıdır. Baxırıq variantımızda hansı var bu dediklərimizdən. What kind of var, ona görə bunu saxlayaq. Who-dan sonra isim gəlməz, where-dən, why-dan, when-dən sonra isim gəlməz. Ona görə cavab olur A variantı. Tərcümədə deyir ki, what kind of emotions do people experience during major life changes like retirement? Deyir ki, pensiyaya çıxmaq kimi həyatda bir önəmli dəyişiklikləri yaşayarkən insanlar hansı hissləri keçirirlər, hansı emosiyaları keçirirlər? Ona görə cavab olur A variantı. Bunu da qeyd edim ki, baxın, burada qeyd etdiyim qeydləri qulaq asa özünüzə qeyd aparsaz, digər testləri bu qeydlər əsasında tam yaza bilərsiniz. İndi isə baxırıq 12-ci testin izahına. Burada verilib bizə nöqtələrdən sonra isim. Əvvəl qeyd etdiklərimizdən isimlə işlənəndən burada A və B variantı var. Bilirik ki, how much-dan sonra sayılmayan gəlməli idi. Bu isə sayılan isimdir. Ona görə cavab olur A variantı. Deyirsən kitabxanadan neçə kitab götürmüşdün. 14-cü testdə isə nöqtədən sonra nə isim, nə of, nə də xəbər verilib. Ona görə biz mütləq bu testi tərcümə etməliyik. Do you think? Sən düşünürsən? Bu hissəyə diqqət ayırırıq. Digər hissəyə isə baxırıq. Should be responsible for this mistake. Deyir ki, bu səhv üçün kim cavabdehdir? Sən düşünürsən bu səhv üçün kim cavabdehdir? Cavab mənaca olur D variantı. Bu tipdə testləri tapmaq üçün, yəni əgər ipucunu tapa bilmədinizsə, sual sözlərinin hər birini nöqtəyə qoyun və onu tərcümə etməyə çalışın. Özünüz bildiyiniz kimi artıq test modelləri tərcüməyə yönəlir. Ona görə də tərcümə qabiliyyətinizi inkişaf etdirmək üçün hər oxuduğunuz testi tərcümə etməyə çalışın. 16-cı testə baxırıq. Burada verilib would you do? Sən edərdin. İndi ikinci tərəfdə deyir ki, if you lost your passport abroad. Sən xaricdə pasportunu itirsəydin, nə edərdin? Ona görə cavab olur A variantı. B-də deyir hara edərdin, C-də deyir why, niyə edərdin, kim edərdin, how, necə edərdin? Bu uyğun gəlmir, cavab olur A. Ola bilər ki, siz tərcümənizə uyğun olaraq burada Y variantını götürürsünüz ki, necə edərdin? Bu sadəcə bizim dilimizə uyğun bir cümlədir ki, sən bunu görəndə, məsələn, bu şey olsa necə edərdin? Əslində o ifadə nə edərdin olmalı idi. Bəzən reaksiya sözündə də bu tipdə testlərdə çaşqınlıq yaradır. Növbəti testdə elə bir test izah eləyərəm ki, tam həmin hissəni anlaya bilərsiniz. 17-ci testə baxırıq. Would benefit. Benefit fayda verməkdir. Most from this training session. Deyir ki, bu trainingdən daha çox benefiti qazancı kim qazandı? Birbaşa would benefit verilib. Yəni xəbər verilib. Baxırıq variantımızda özündən sonra birbaşa xəbər istəyən sadəcə who variantımız var. Burada who apostrofesi olanda mütləq yadınızda saxlayın. Ya o who isdir, ya da who hasdir. Yəni özündən sonra qoyduğunuz feilə mütləq diqqət edin. Bilirik ki, would varsa nə həzə, nə də izə ehtiyac yoxdur. İndi isə baxırıq 18-ci testdə nöqtədən sonra fon var.
Rang during the meeting. Rang isə zəng çalmaq deməkdir. Deyir ki, iclas müddətində çaldı telefon. Kimin telefonu? Nöqtədən sonra birbaşa isim varsa, variantımızda sadəcə whose verilib, kimin telefonu çaldı. 22-ci testə baxırıq. Of verilib, ofla birləşən what kind of, how many of, how much of, whom of bunlar birləşə bilər. Variantımızda sadəcə ofla birləşə bilən which of verilib, ona görə cavab olur. Y variantı digər sual sözlərimizin heç bir ehtimalda ofla birləşə bilmir. Which of these two courses are you planning to take? Deyir, bu iki kursdan hansını götürməyi, hansına qoşulmağı nəzərdə tutmusan, planlamısan. Ona görə cavab oldu Y variantı. İndi isə baxaq 23-cü testə. Burada yenə do you usually have breakfast before or after your shower? Deyir, duş qəbul etdikdən sonra yoxsa əvvəl breakfast səhər yeməyi edirsən? Demək, sən nə vaxt adətən nahar edirsən? Səhər şoverdən sonra, duşdan əvvəl yoxsa sonra tərcümə ilə cavab olur. Y variantı. Digər variantlar hansı? Kim, nə, why, niyə? Məncə heç bir uyğun gəlmir deyə cavab oldu. Y variantı. 25-ci testə baxırıq. Do you think about the news rules? Deyir ki, yeni məktəb qaydaları haqqında sən düşünürsən, nəyi düşünürsən, nə düşünürsən? Cavab olur. C variantı. Digərləri tərcümə ilə niyə düşünürsən, nə vaxt düşünürsən, hara düşünürsən, kim düşünürsən, heç bir uyğun gəlmir. 26-cı testə baxırıq. Are you going to invite dinner party? Sən hazırlaşırsan dəvət etməyə nahar partisinə. Kimi dəvət etməyə hazırlaşırsan, ona görə cavab olur. Y variantı. Bu cümlədə mübtəda var, xəbər var, tamamlıq yoxdur, bir də yer zərf var. Demək ki, bura mütləq tamamlıq gətirməliydik. A variantında kimin uyğun gəlmir, how much uyğun gəlmir və ya hara uyğun gəlmir, çünki dinner party var. Necə dəvət edirsən, bu da uyğun gəlmir, çünki bu cümləmin mübtədası, xəbəri varsa, birinci tamamlığı gəlməlidir. Əgər tamamlıq varsa, bu zaman biz həmin cümləyə how seçə bilərdik. Məsələn, burada olsaydı ki, əgər sən are you going to invite Tom, sən Tomu dəvət etməyi hazırlaşırsan. Artıq mübtəda vardı ya, mübtəda və tamamlıq vardı ya, bu zaman how seçə bilərsiniz. Amma bu cümlədə tamamlıq, onda tərcümə belə olur. Sən Tomu necə dəvət etməyi düşünürsən? Ona görə cümlədə tamamlıq yoxsa, əvvəlcə tamamlıq gəlməlidir, olmalıydı. Sən kimi dəvət etməyi düşünürsən? İndi isə baxırıq 29-cu testə. You go to gym, sən idman zalına gedirsən. Whose olmaz, how many olmaz, how many olur neçə ədəd. What olur nə, nəyi, nəyə. Why olur, who olur kim. How often isə olur tez-tez mi gedirsən. Demək ki, cavab oldu Y variantı. İndi isə baxırıq 35-ci testimizə baxırıq. 35-də bizə verilib Republic of Azerbaijan join UN. Deyir ki, Azərbaycan Respublikası Birləşmiş Millətlərə necə qoşuldu? Ola bilər, when nə vaxt qoşuldu, niyə qoşuldu, how much neçə qoşuldu, what nəyi qoşuldu, bu uyğun gəlmir, ona görə cavab oldu 1, 4, B variantı. 36-cı testə də baxaq. Bu artıq sual strukturunu soruşur. Bu tipdə testlər yazmaq üçün siz kanalımızda olan sual cümləsi testinə baxa bilərsiniz. Orada bunlar tam aydın şəkildə verilib. Yenə də izah edirəm. Sual sözündən cümləni bölürsünüz, yadınızda saxlayırsınız. Heç bir sual sözündən sonra birbaşa mübtədə gəlməz. 3-də gəlib və do does dedikdən sonra birbaşa feil gəlməz. Bu isə 4-də gəlib. Ona görə cavab oldu 1, 2, B variantı. İndi isə baxaq 38-ci testin izahına. Sən çatırsan aeroporta. Sən aeroporta çatırsan. When olar nə vaxt, what time nə vaxt, what nə olmaz, kimə olmaz. Cavab oldu 1, 3, D variantı. İndi isə 43-cü testə baxaq. Burada bizə verilib is that woman standing next to director. Deyir, direktorun yanında dayanan qadın kimdir ya da nəçidir. Burada isə deyir ki, that is the new consultant. O yeni konsultantdır. Demək ki, bu yüzden soruşur. O kimdir? O isə cavab verir ki, o filan kəsdir. Ona görə cavab olur B variantı. 44-cü testdə deyir, sən iştirak etmədin training sessionda. Orada cavabda isə deyir, mən xəstə idim. Demək ki, səbəbini soruşub ki, niyə iştirak etmədin? O isə deyir, mən xəstə idim. Burada artıq heç bir ipucu yoxdur deyə bunu tərcüməyə əsasən tapmaq lazım idi. İndi isə gəlin birlikdə baxaq digər suallarımıza. 46-cı testə baxaq. Burada bizə verilib do you usually after work, do you do. Artıq ikinci do verildiyi üçün demək burada bizdən xəbər soruşulur. Sən deyir işdən sonra nə edirsən? What do you do? O B variantı uyğun gəlir. Bunu yadınızda saxlayın. Bu xəbərin strukturudur. What'dan sonra köməkçi feil gəlir, hər hansı bir köməkçi feil, sonra mübtəda, sonra isə do feili gəlir. Bu do feili nə etmək deməkdir və xəbərin sualı sayılır. Ona görə cavab olur deyək. Burada isə deyək ki, I go to the gym. Mən idman zalına gedirəm.
50-ci testdə də baxaq, daha doğrusu gəlin 46-ya baxaq. Burada pupil yazılıb, nöqtədən sonra bilirik ki, how many-dən sonra cəm isim gələ bilər, bunu saxlayaq. How much-dan sonra cəm gəlməz, what-dan sonra isim gələr, which-dan sonra isim gələr, when-dan sonra isə gəlməz. Demək 3 variant arasında qalırıq. Artıq ikinci tərəfə baxırıq, təxminən deyək ki, təxminən 20 nəfər. Demək ki, bizdən iclasdakı insanların sayını soruşurdu. How many uyğun gəlir, hansı uyğun gəlmədi deyə C və D variantlarını çıxdıq. Cavab oldu A variantı. 50-ci testin də izahına baxırıq. Burada bizə verilib ki, usually get to work. İşə gedirsən adətən necə? Burada isə deyir by bus. Demək bizdən soruşur ki, işə necə gedirsən? Biz də cavabda deyirik avtobus ilə. Cavab oldu D variantı. Niyə gedirsən versə avtobus ilə cavab uyğun gəlmir. Nə vaxt gedirsən desə avtobusla və ya da what uyğun gəlmir. Çünki cavabda bizə konkret verilib ki, avtobus ilə gedirəm. İndi isə gəlin baxaq 53-cü testin izahına. Burada 2 versiya verilib. Daha doğrusu 52-ci testin izahına baxaq. Of verilib, ofdan sonra birbaşa sayılmayan isim verilib. Sayılmayan isimlərlə how many işlətmək olmaz, bu yanlışdır. What'dan sonra birbaşa of gəlməz, yanlışdır. How long'dan sonra of gəlməz. What kind of olar, how much of olar. Cavab olduğuna görə 1 və 4 D variantı. 53-cü testdə was responsible birbaşa xəbərdir. Called birbaşa xəbərdir. Variantlarımızda birbaşa xəbərlə işlənən cavab olur A. Who was responsible for organizing workshop? Emalatxananı organize etmək üçün kim cavab deyildir? Bir də deyək who called you last night? Səni keçən gecə kim çağırdı? 57-ci testin də izahına baxırıq. Burada bizə verilib did you react when you heard the news? Sən yeni xəbəri eşidəndə reaksiya verdin. Necə reaksiya verdin? İkinci tərəfdə deyir ki, sən idarə edirsən stressini işdə, sən işdə stressini necə idarə edirsən? Cavab olur C variantı. Tərcümə ilə C uyğun gəlir, amma bu testdə sizi ən çox çaşdıran nüans A variantındakı what ola bilər. Çünki bizim dilimizdə nə reaksiya verirsən uyğun gəlir tərcümə ilə. Amma ikinci tərəfə gördüyünüz kimi nə uyğun gəlmir? Çünki baxın, sən idarə edirsən stressini işdə nə? Bu uyğun gəlmir. Həm də reaksiya sözünə diqqətli baxaq. Məsələn, deyirəm ki, I react, mən reaksiya verirəm. Bu zaman mən bundan sonra zərf qoya bilərəm. Məsələn, deyə bilərəm sadly, qəmgin şəkildə reaksiya verirəm ya da happily, xoşbəxt şəkildə reaksiya verirəm. Bu zaman diqqətli olun. Siz sualı buna verirsiniz how vasitəsilə. Necə reaksiya verirsən, how reaksiya verirsən, ona görə cavab olur C variantı. İndi isə baxırıq 58-ci testdə. Nöqtədən sonra isim verilib gördüyünüz kimi advantages. Özündən sonra isim işlənən neçə variantımız var? Who'dan, why'dan, when'dan sonra isim gəlməz. Y və D variantlar arasında qaldıq. İkinci tərəfə gəlirik. İkinci tərəfdə artıq impact verilib, təsir. Gördüyünüz kimi təsir sözü bu cümlədə təkdə verilib. Demək ki, how many işlətmək olmaz. Biz elə bir söz seçməliyik ki, bu hər iki nöqtəyə doğru gəlsin. Ona görə cavab oldu. E variantı nə təsir edir? The change have on team. Komandaya deyir, nə belə təsir edir. İndi isə baxırıq 61-ci testin izahına. Burada did the speaker emphasize in her conclusion? Deyir ki, speaker öz nitqinin sonunda nəyi vurğuladı? Vurğuladı. Nəyi ola bilərdi? B. Hər ehtimal ikinci tərəfi də oxuyaq. Did your manager suggest during the meeting? Sənin menecerin iclas müddətində təklif etdi. Nəyi? B variantı hər iki nöqtəyə tamamilə uyğun gəlir. İndi isə gəlin baxaq 65-ci testin izahına. Burada bizə verilib would you respond? Sən cavab verərdin əgər kimsə sənin işini tənqid etsəydi. Sən cavab verərdin. Bəzən siz bura nə də götürə bilirsiniz, necə də götürə bilərsiniz. Ona görə gəlin ikinci tərəfi də oxuyaq. Sən fix quraşdırdın, düzəltdin printer problemini necə? Demək ki, cavab olur C variantı. Sən printer problemini düzəltdin nə? Uyğun gəlmir. What seçə bilmərik. Ona görə cavab oldu C variantı. Birinci nöqtədə də sən cavab verdin, necə cavab verdin olardı. Sən necə cavab verərdin? Cavab C. 67-ci testdə isə nöqtədən sonra is speaking birbaşa xəbər gəlib. Bildiyiniz kimi who'dan sonra birbaşa xəbər gəlməz. Who apostrofesindən sonra birbaşa burada iz verilib gördüyünüz kimi. Ona görə izi seçə bilmərik. Qalırıq A, C arasına. İkinci nöqtələrdən sonra birbaşa isim verilib. Ona görə seçirik A variantındakı who'u. C variantında isə who izdən sonra təkrar isim, təkrar bir də iz gələ bilməz. Cavab oldu A. Who is speaking now? İndi kim danışır? Whose voice is that? Bu kimin səsidir? 69-cu testdə isə bizə verilib nöqtələrdən sonra birbaşa isim. İsimlə işlənənlər nələr idi? Who'dan, which'dən, who'dan sonra isim gəlir. Who'ları çıxırıq. İkinci tərəfdə birbaşa ing gəlib. Bilirik ki, biz bura apostrof ing qoymalıyıq ki, is going olsun. Ona görə cavab oldu C variantı. Which chair is broken? Hansı stol qırılıb? Who is going to fix it? Onu kim quraşdırır? 74-cü testdə isə bizə verilib, açıq testlərdə artıq biz burada seçmə sualları seçirik. Document verilib nöqtələrdən sonra isim verilib və özdə cəmdə verilib. Ona görə match olmaz. How'dan sonra isim gəlməz. How many isim, which isim qoymaq olar? Cavabı oldu 2-3. Hansı neçə dokument ya da hansı dokumentlər tələb olunur registrasiya üçün. 75-ci testdə
O tərk etdiyi şirkəti after so many years. Bu qədər ildən sonra, belə çox ildən sonra o şirkəti tərk etdi. Niyə? Ya da necə? Kimin olmaz? How much olmaz? Cavab oldu 2, 3 deyir. O necə tərk etdi? İndi isə gəlin baxaq digər suallarımıza. Məsələn 78-ci suala baxırıq. Nöqtədən sonra kontrakt verilib isimdir. Bilirik ki, who'dan sonra which'dan sonra isim gələr. Who və when'dən sonra isim qoymaq olmaz. Cavab oldu 1 və 2. İndi isə baxırıq 81-ci sualın izahına. Did you choose this strategy over the other one? Deyirsən bu strategiyanı digərinə nisbətən niyə seçdin? Seçdin niyə? Bir də ola bilərdi seçdin nə vaxt? Neçə seçdin? Kimin seçdiyinə uyğun gəlmir? Cavab oldu 1, 2. 83-cü testə baxırıq. Nöqtədən sonra isim verilib. Who'dan sonra isim olar. Why'dan sonra isim olmaz. Who'dan sonra isim olmaz. Which'dən sonra olar. Cavab oldu 1, 3. 85-ci testdə do young people deal with anxiety during adolescence? Gənc insanlar yeniyetməlik dövründə problemləri həll edirlər. Necə? Olmalıydı birinci how. Which olmaz. Seçə bilmərik which'i. Çünki which'dən sonra ya isim gəlməlidir, ya məna da uyğun gəlməlidir. Uyğun gəlmir. How many'dən sonra yenə isim gəlməlidir ya da məna da how many. Əgər biz problem kimi nəzərdə tuturuqsa, bu how many problem özündən sonra gəlməlidir. Ona görə bunları çıxırıq. 2 doğrudur, 1, 2. 2 niyə doğrudur? Çünki bu cümlə özü tamamilə doğru ümumi sual cümləsidir. Bu strukturlar tamamilə düz sayılır. İndi isə baxaq 88-ci testdə did the remote village manage to maintain its unique traditions? Deyir ki, bu ucqar şəhər necə bacardı ki, öz unik qeyri-adi adətlərini qorusunlar? Necə bacardı? 2 doğru gəlir. 1 də uyğundur. Bu tamamilə bir düzgün ümumi cümləsidir. Who'dan və what kind of-dan sonra isim gəlməlidir. Hər ikisi yanlışdır. 89-cu testdə nöqtələrdən sonra könüllü sözü gəlib. Yəni isimdir. Who'dan sonra isim olmaz. How'dan sonra isim olmaz. What kind of və which'dən sonra isim qoymaq olar. 93-cü testə baxaq. Burada nöqtədən sonra goes verilib. Goes isimdir. How many'dən sonra qoymaq olar, həm də cəmdədir. Why'dan sonra isim olmaz. Who'dan sonra isim olar. Which'dən sonra isim olar. Cavabı oldu 1, 3 və 4 və 7-dən sonra isim qoymaq olmaz. Goes deyir ilk 15 dəqiqədə, ilk 15 dəqiqəmizdə deyir nail olundu neçə qola, kimin qoluna və hansı qola. Ona görə cavab oldu 1, 3, 4. İndi isə gəlin birlikdə baxaq 94-cü testin izahına. Thomas approach you. Thomas yaxınlaşdı sənə. Kim olmaz? Nəyi olmaz? Tez-tez mi yaxınlaşır sənə? Olar. Nə vaxt yaxınlaşır sənə və niyə yaxınlaşır sənə? Cavab oldu 3, 4 və 5. 95-ci testə baxırıq. Factors verilib. Nöqtədən sonra cəm isim verilib. V-dən sonra isim olmaz. 2 doğrudur. Hansı faktor? 3 doğrudur. Neçə faktor? Who'dan sonra isim olmaz. What kind of-dan sonra hansı növ faktorlar? Bu doğrudur. 97-ci testə baxıraq. Burada deyir qatar çatır. When nə vaxt, what time nə vaxt. İkinci tərəfdə kino başlayır. Ola bilər what time və when. Niyə başlayır? Bu məna uyğun gəlmir. Ona görə bunu seçə bilmərik. Ya da qatar çatdı niyə? Məna uyğun gəlmir bunlar. Ona görə məna uyğun gəlməyən heç bir variantı seçə bilmərik. 99-cu testdə cümlənin sonunda at var. Yəni söz önü var. Söz önü varsa ya who ya da what seçə bilərik. Ona görə cavab olur 1 və 3. Which'dən və v-dən sonra cümlənin sonunda biz söz önü qoya bilmərik. 100-cü testdə hər iki nöqtədən sonra isim verilib. Who'dan sonra və v-dən sonra isim gəlməz. Which'dən və who'dan sonra gələr. Ona görə cavab oldu 2, 3 və 101-ə baxırıq. 101-də behave like that. O davranır belə. O belə davranır deyirəmsə, what seçə bilmərəm. Çünki o belə davranır nə uyğun gəlmir. O niyə belə davranır? Uyğun gəlir why. O nə vaxt belə davranır? Bu da uyğun gəlir. O kimin belə davranır uyğun gəlmir. Ümumi sual cümləsi üçün kimi də tamamilə doğrudur. Ona görə cavab oldu 2, 3, 5. 102-ci testə baxırıq. Nöqtədən sonra cəm isim verilib. Hamı eyni doğrudur. Neçə dil? 2 doğrudur. Hansı dil? 3 də doğrudur. Hansı dil? Cavab oldu 1, 2, 3. V-dən sonra isim gəlməz. Bəs niyə burada boşluq yanlışdır? Əvvəlki testlərdə gördüyümüz kimi, məsələn 101-ci testə baxın. Burada birbaşa köməkçi verilmişdir. Əgər köməkçi fe'l cümlənin əvvəlinə keçibsə, o sual cümləsi kimi doğrudur. Sadəcə ümumi sual cümləsidir. Xüsusi sual cümləsi deyil. Amma əgər birbaşa isimlə başlayıbsa, artıq bu sual cümləsi hesab edilmir. Bu yanlışdır. Və 103-cü testə baxırıq. Do you usually meet your project team? Sən deyir adətən sən öz layihə komandanı necə adətən qarşılayırsan? İndi biz bura hansı sual sözlərinin uyğun gəlməsini seçməliyik. What uyğun gəlmir, nə qarşılayırsan, nə vaxt qarşılayırsan, tez-tez mi qarşılayırsan? Bunlar doğrudur. Kim qarşılayırsan uyğun deyil. Bir də 5 doğrudur. Cavab olur 2, 3, 5. Və 104-cü testdə isə deyir ki, klientin tələbi dəyişir. Tez-tez mi dəyişir?
nə vaxt dəyişir? Bir də eləcə dəyişirmi? Ona görə cavab oldu 1, 2, 5. İnanıram ki, bu izahlardan sonra yerdə qalan suallarda özünüz sərbəst şəkildə tam yaza biləcəksiniz. Bu dəfə çox xahiş edirəm. Əgər bu video sizin üçün faydalı oldusa, kanalımıza abunə deyilsinizsə, mütləq kanalımıza abunə olaraq əməyinizə sağ ol deyə bilərsiniz. Hər birinizə təşəkkür edirəm.